Abşeron rayonunda 17 yaşlı yeniyetmənin həmyaşıdları tərəfindən döyülməsi ilə bağlı polisə məlumat daxil olub. Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Lumu İsrafilli APA-ya bildirib ki, zərər çəkən şəxs valideynləri ilə birgə polis idarəsinə dəvət edilərək izahat alınıb. Hazırda ərazi üzrə polis orqanında araşdırma aparılır. Qeyd edək ki, Xırdalanda bir qrup məktəblinin dalaşması ilə bağlı sosial şəbəkədə video görüntü yayılıb. Hazırda İdrak Liseyinin darvazaları bağlıdır, kənar şəxslər içəri buraxılmır. Yeni Sabahın hadisə yerində olan əməkdaşı xəbər verir ki, qapı polis nəzarəti ilə açılır və liseyin həyətinə yalnız valideynlər və şagirdləri götürməyə gələn yaxınları buraxılır. Şagirdlər evə göndərilib. İçəridən çıxan şagirdlərin əksəriyyəti hadisənin şokundadır. Onlar danışmaq istəmirlər. Valideynlər isə güllələnmənin necə və nəyə görə baş verdiyi barədə məlumatsız olduqlarını bildirirlər. Şagirdlərdən biri isə deyib ki, 10-cu sinif şagirdi hadisəni əvvəlcədən planlaşdırmışdı. Dünən liseydə dedi ki, hadisə olacaq. Bugün də belə etdi. Dərs oxuyan uşaq idi, amma narazı idi. Həmin şagird bildirib. Güllə yarası alan riyaziyyat müəlliməsi əslən Ucar rayonunun Qazıqumlaq kəndindəndir. O, Ucar bələdiyyəsinin keçmiş sədri Səhrab Kamilovun nəvəsidir. Məlumata görə Şəhla Kamilovanın əmisi Vəfadar Kamilov bir neçə il öncə faciəli şəkildə vəfat edib.